Studiyamızın qonağı 4 Sivin mətbuat katibi Kamil Pirevdir. Kamil müəllim, xoş gördük sizi studiyamızda. Salam, xoş gördük Orxan müəllim. Və bugün biz milli proqramla bağlı danışacağıq. Belə ki, bu yaxınlarda milli proqrama həsr olunmuş hesabat təqdim olunubdur və bu hesabatla Kamil müəllim bizi yaxından tanış edəcək. İlk öncə milli proqram haqqında istərdik ki, qısaca məlumat verəsiniz. Təşəkkür edirəm Orxan müəllim. Demək, milli proqram özü təxminən 2023-cü ildə cənab nazir Mikayıl Cabbarov Davosda Dünya İqtisadi Forumunda səfərdə olanda orada Coursera şirkətinin baş icraçı direktoru ilə, o vaxtki baş icraçı direktoru ilə görüşmüşdü və müzakirələr əsnasında Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində, insan kapitalının inkişafı istiqamətində müəyyən müzakirələr oldu və belə qərara gəlindi ki, Azərbaycanda da Coursera'nın imkanlarından istifadə olunsun və beləliklə belə deyək də vətəndaşlara yüksək keyfiyyətli təhsil əlçatan etmək üçün və əmək bazarının tələblərinə uyğun bacarıqlar qazandırmaq üçün belə bir geniş miqyaslı proqrama başlanıldı. İlk olaraq biz ötən il pilot layihə şəklində başladıq buna. Təxminən 10.000 nəfəri əhatə edən bir proqram oldu bu və uğurla başa çatdı. Çünki 10.000 nəfər istifadəçidən təxminən 4500-ə yaxın vətəndaşımız Coursera platformasına beynəlxalq sertifikatlar əldə etdilər, kurslar bitirdilər və əldə etdilər. Və biz bu həmin ili bizim bu layihə Coursera'nın özünün ən böyük mükafatı olan üstün nailiyyət mükafatına layiq görüldü. Amerikada bu mükafat bizə təqdim olundu. Ki, süni intellektin tətbiqi ilə ən innovativ bir layihə oldu bu. 40 ölkədən təxminən 180-ə yaxın layihə təqdim olmuşdu və bizim layihə orada bu mükafata layiq görüldü. Üzr istəyirəm. Sonra da qərar verildi ki, biz bunu daha da genişləndirək. İlkin mərhələdə 10.000 nəfəri əhatə etmişdik. Sonraki mərhələdə isə artıq 70.000 nəfər vətəndaş indi nəzərdə tutulub. Bu ilin aprel ayından biz başlamışıq. Adını da milli proqram qoyduq. 4C Akademiyası, yəni 4-cü sənaye inqilabı sahəsində milli proqram. Və bu milli proqram da hal-hazırda davam edir. Bugünə kimi bizim artıq 5 böyük dalğamız, qrupumuz başa çatdırıb. Və kohortlar adlanır. Biz onlara kohort deyirik, amma daha aydın olsa, indi hər mərhələdə 7500 vətəndaş biz qoşuruq ki, bu proqrama onlar istifadə eləsin. 6 həftədən sonra da növbəti vətəndaşlar qoşulur. Buyurun. Niyə məhz Coursera platforması, yəni Coursera platformasının üstünlükləri nədən ibarət idi ki, seçim məhz onun üzərində dayandı? Təşəkkür edirəm bu suala görə. Bu sualı bizə çox ünvanlayırlar. Courseradan başqa da onlayn təhsil verən platformalar var, amma Coursera bu platformalardan belə deyək də ən tanınmışıdır və üstəlik də ki, onun verdiyi kontent belə deyək sertifikatlaşmış bir kontentdir. Çünki o bütün kurslar Pearson şirkəti tərəfindən belə deyək yoxlanılır və ondan sonra buraxılır qlobala. Burada hal-hazırda Coursera platformasının 191 milyon qlobal istifadəçi sayı var. Bu birincisi mühüm amildir. 375 aparıcı universitet və texnologiya şirkəti. Aparıcı universitet deyəndə Stanford, Yale, Duke, London, Oxford kimi universitetlər və nəzərdən və top belə deyək ilk 300-500-lükdə olan universitetlərdir. O cümlədən Meta'dır, Google, Amazon, Microsoft kimi aparıcı texnologiya şirkətlərinin kurslarıdır. Nəyə görə bunları mən misal çəkirəm? Çünki Coursera'ya müraciət edən insanların demək olar ki 70%-ə yaxını öz bacarıqlarını, səriştələrini inkişaf etdirmək üçün gəlirlər. Ona görə də ilk növbədə bu məhz həmin o bacarıqlara ehtiyac olan şirkətlər maraqlıdır bunda və onlar öz proqramlarını bu platformada yerləşdirirlər. Bu məsələnin müsbət tərəfi odur ki, biz Coursera'da həm də azərbaycanlı istifadəçilərin sayı da kifayət qədərdir. Artıq 248 min nəfər Coursera platformasında Azərbaycandan olan istifadəçi qeydiyyatdan keçmişdir. Və həm də ki, Coursera'nın artıq platforması həm də süni intellekt, fərdi öyrənmə alətləri artıq təqdim edir istifadəçilər üçün. Yəni siz hər hansı bir istiqamət üzrə biliklər əldə etmək istəyirsə, bu alətlər sizə daha yaxşı, daha sürətli öyrənmə metodlarını təklif edirlər. Və bildirdiniz ki, 5 mərhələ olubdur, artıq 5 kohort buraxılıbdır və sırada daha 7500 nəfər gözlənilir. Ümumiyyətlə, nəticələri necə dəyərləndirərdiniz? Nəticələr bizim gözlədiyimizdən də yaxşı, belə demək olar. Çünki həqiqətən biz pilot mərhələdə də gördük ki, bizim insanlar
öyrənməyə çox həvəslidirlər. Və hal-hazırda bizim qeyd etdiyiniz kimi 5 mərhələdə 5 kohortumuz artıq başa çatıb və hər kohortda biz 7500 vətəndaşı növbəli şəkildə Coursera platformasına giriş imkanı veririk və insanlar 6 həftə ərzində bu fürsətdən yararlana bilirlər. Növbəti 6-cı mərhələdə olan iştirakçılar gələn həftə artıq tamamlayırlar. Biz onların da nəticələrini elan edəcəyik. Və proses bu qayda ilə 9 qrup 9 kohortla aprel ayının 1-nə qədər 2026-cı ilin 1-nə qədər aprelin 1-nə qədər davam edəcək. Və bu 37500 vətəndaş hansı ki bu günə qədər faydalanıb, onların nəticələri çox yaxşıdır bizim üçün. Çünki onların arasında vətəndaşlar təxminən 313 min öyrənmə saatı Coursera'da vaxt keçirib, yəni bilik əldə etmək üçün, bacarıqlar əldə etmək üçün. 77 mindən çox da kurs, yəni bu dediyimiz təlim bu bir neçə saatlıqdan başlayaraq daha çox ola bilər. Uğurla başa vurublar. Amma bu təkcə uğurla bitirənlər yox, həmişə biz qeyd eləməliyik ki, bəzi insanlara onlara müəyyən biliklər lazımdır. Onunla bağlı girib istifadə edirlər, amma kursu tamamlamaya da bilərlər. Və beləcə ümumilikdə də 220 minə yaxın kursa insanlar müraciət ediblər Coursera platformasında. Bir üstünlük Coursera platformasına, biz Coursera platformasına bildiyiniz kimi bütün ölkə əhalisi istifadə edə bilir. Yəni təkcə Bakı və yaxud da ki ingilis dili bilənlər yox. Biz 2500 kursu süni intellektin köməyi ilə yerli cəmaət əhalimiz istifadə edə bilsin Azərbaycan dilinə tərcümə etdik. 15 ən çox tələb olunan kurs isə deepfake texnologiyasına, belə deyək, Stanford professoru danışır, amma biz onu Azərbaycanca eşidirik. Yəni bu texnologiyanı ilk tətbiq edənlərdən olduq bizim milli proqram dəstəsində. Və həm də digital badge, rəqəmsal badge deyilən bir alət var. O artıq sizin müəyyən bir sahə üzrə bir yox, 3 və yaxud daha artıq kursu götürürsünüzsə, bu badge verilir və burada da bir müsbət tendensiyamız var. Bizim bu milli proqram çərçivəsində 900-dən çox vətəndaş digital, rəqəmsal badge əldə edib. Yəni ki, insanlar biz görürük ki, müəyyən bir sahə üzrə bir neçə kursu alıblar və uğurlu bir nəticədir özdə. Ümumiyyətlə bildirdiniz ki, aprelin 1-nədək, növbəti ilin aprelin 1-nədək davam edəcək və aprelin 1-də sonlanacaq. Davamı olacaqmı? Demək, mən əsas məsələni deməm üçün hal-hazırda da qeydiyyatımız hələ ki davam eləyir. Bizim məsələn indi növbəti kohorta, mərhələyə başlayan vətəndaşlar müraciət edə bilərlər. Bunun üçün bunun üçün vətəndaşlar forum.4sim.gov.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Bizim bugünkü mərhələdə nəzərdə tutduğumuz hədəf məsələn 70 min insana bu imkanı yaratmaqdır aprel ayının 1-nə qədər. Amma biz həm də paraleldə artıq tərəfdaşlarla, həm də Təhsil İnkişafı Fondudur bizim burada əsas tərəfdaş, Coursera şirkətinin özü ilə və həmçinin korporativ sosial məsuliyyət çərçivəsində bizim yerli şirkətlər burada bizə dəstək olurlar. Burada SOCAR-ı qeyd etmək istəyirəm, Paşa Holdingdir, Jocapdır, Azerconnect qrupdur, BP şirkətidir və bunlar bu layihənin maliyyələşdirməsinə həm də dəstək olar. Üstəgəl bizə həm də digər tərəfdaşlardan, yerli tərəfdaşlardan müraciətlər var artıq. Onlar maraqlıdırlar növbəti mərhələdə. Onlar da öz töhfəsini versinlər ki, daha çox insan faydalana bilsin. Və bu danışıqların yekununda yəqin ki bir qərar qəbul olunacaq ki, biz daha bir ildə ən azından bu layihəni uzada bilək. Yəni niyyət var ortada. Niyyət var nəyə görə? Çünki insanlar, istifadəçilər çox maraq göstərirlər. Bilirsiniz, Coursera platformasında 13 mindən çox kurs var və biz o kursların hamısını bizim vətəndaşlar üçün əlçatan etmişik. Bizim vətəndaşların daha çox müraciət etdiyi kurslar burada süni intellekt, maşın öyrənməsi, data analitika, böyük verilənlər, kiber təhlükəsizlik, proqramlaşdırma, kommunikasiya, dizayn sahəsində, layihə idarə etməsi və biznes sahəsində. Yəni bu elə sahələrdir ki, həqiqətən bu dəqiqə əmək bazarında daha çox ehtiyac olan sahələrdir, ixtisaslardır və insanlar da bu istiqamətdə bilik, bacarıq və səriştələrini inkişaf etdirməyə maraq göstərdiyindən məncə şirkətlər də maraqlıdırlar. Çünki müraciət edən auditoriya, belə deyək də, təkcə dövlət qulluqçuları deyil, həm özəl şirkətdən gələnlər var, həm tələbələr var. Ümumilikdə götürəndə təxminən bərabər sayda da bölünür bu nisbət. Ümumiyyətcə, məncə orta təhsilli insanlar da müraciət edə bilərlər. Yəni məktəblilər də müraciət edirlər. Yaş məhdudiyyətimiz yoxdur Orxan bəy. Bizim ən kiçik istifadəçimizin 8 yaşı, ən yaşlı qeydiyyatdan keçən vətəndaşımızın isə 82 yaşı var. Biz hətta tədbirdə də, sonuncu tədbirdə də gördük ki, yaşlı nəsil də bundan faydalanır. Gənc məktəb yaşlı uşaqlarda 10 yaşlı 2 gənci biz mükafatlandırdıq.
milli proqramın gənc ulduzu kimi və onlar da süni intellekt sahəsində müəyyən ixtisaslar kursları əldə etmişlər ki, öz belə deyək də kiçik bizneslərini və ideyalarını həyata keçirə bilsinlər. Bütün bunları belə deyək, ümumiləşdirsək, bu proqram ölkəmiz üçün nə verir və növbəti addımlar necə olacaq? Bu proqram ilk növbədə ölkədə sənaye 4.0 sahəsində savadlılığı yüksəltməyə hədəflənib. Yəni 4-cü sənaye inqilabı sahəsində kadrların, insan kapitalının inkişafı üçün nəzərdə tutulub. Həmçinin gənclər, dövlət və özəl sektorda çalışanlar bu proqram vasitəsilə minlərlə, 10 minlərlə beynəlxalq sertifikatlar əldə edirlər. Digər tərəfdən texnoloji transformasiya, biz deyirik ki, sənaye 4 istiqamətində ölkə iqtisadiyyatını biz o istiqamətdə transformasiya edək və bu istiqamətdə çatışmayan kadr potensialını, işçi qüvvəsini, rəqabət qabiliyyətini artırır ki, sabah texnoloji sıçrayışdan sonra insanlar əmək bazarında öz iş yerlərini itirməsinlər və bu bilikləri, bacarıqları əldə etsinlər. Biz həmçinin gələcək üçün nəzərdə tuturuq ki, Azərbaycan dilində olan kontentin sayını artıraq, çünki insanlarımız daha geniş sayda beynəlxalq universitetlərin və tanınmış şirkətlərin kurslarına çıxış əldə edə bilsinlər. Süni intellekt əsaslı fərdi öyrənmə alətlərini istəyirik ki, daha çox təbliğ eləyək ki, insanlar bundan faydalana bilsinlər bu platformada. Və həmçinin belə bir imkan yaratmışıq biz, yerli universitetlər və təhsil verən şirkətlər, təşkilatlar biz şərait yaratmışıq. Onlar Azərbaycanlı auditoriyanı əhatə eləyən öz kurs, təlim kontentlərini Coursera-da yerləşdirsinlər və bu il artıq bizim bu istiqamətə bir neçə tərəfdaşımız öz kurslarını yerləşdirdilər və çox da populyar oldular. Həm burada rəqəmsal sahədə, həm kommunikasiya sahəsində müəyyən kurslar oldu ki, insanlarımız oradan da faydalandılar. Yəni bu bir platformadır, beynəlxalq platforma. Buradan faydalanaraq biz daha geniş auditoriyaya, daha sürətli şəkildə, daha qısa zaman ərzində bilik və bacarıqları inkişaf etdirmə imkanı yarada bilirik. Kamil müəllim, təşəkkür edirəm ətraflı cavablarınız üçün. Ümid edirəm ki, bu proqram doğrudan da faydalı proqramdır. Özüm də sınamışam. Davam etdiriləcəkdir və daha çox insanlar biliyə, yeni biliklərə yiyələnəcəkdir. Minnətdaram sizə. Təşəkkür edirəm, çox sağ olun. Xatırladım ki, studiyamızın qonağı 4 mətbuat katibi Kamil Piriyev idi. Bununla da iqtisadi həftə verilişi sona çatır. Bizim CBC FM Azərbaycan YouTube və Facebook səhifələrinə abunə olmağı unutmayın. Sağ olun.